Rusiyanın Kluşinka kəndində 1934-cü ildə Yuri Gagarin anadan oldu. Ailədə 3 oğlan, bir qız vardı. Qagarinin valideynlərinin mal qarası, kənddə gözəl evləri, bostan və meyvə bağları vardı. Yuri'nin ilk işi donuz otarmaq olmuşdu. 30-40-cı illərdə Sovetlər dövlətində kolxoz hərəkatı gedirdi. Rayon icrasında çalışan qohumları gəlib Qagarinləri ikna etdi ki, başlarını bəladan qurtarmaq üçün mütləq kolxoza daxil olsunlar. Ailə belə də etdi. Mal qaralarını və atları kolxoza verdilər. Əlbəttə, canları sürgündən qurtardı, lakin yaşayış tərzi aşağı düşdü. 1941-ci ilin sentyabrın 1-də Yuri 1-ci sinifə getdi. Oktyabrda isə artıq pəncərədən faşist ordusunun əskərlərini görürdü. Onların evlərini faşistlər əllərindən aldı. Ailə yeri qazıb özünə sığınacaq düzəltdi. Atası dəyirmanda çalışırdı. Acılıq və soyuqdan əziyyət çəkən ailə yaşamını davam etdirirdi. 1943-cü ildə Yuri'nin böyük qardaşını və bacısı Zoyanı faşistlər pulsuz fəhlə kimi Almaniya apardılar. Sovet ordusu faşistləri Kluşinka kəndindən 1943-cü ilin sonunda qovdu. Bir müddətdən sonra bacısı və qardaşı faşistlərin yanından qaçaraq Sovet ordusuna sığındı. Qardaşı kəşfiyyatçı olaraq orduda xidmətə başladı və Berlinə qədər gedib çıxdı. Müharibə zamanı balaca Yuri səma və göy haqda düşünməyə başlamışdı. 10 yaşında olarkən Yuri göydə gedən döyüşə şahidlik etmişdi. Faşistlər bir Sovet təyyarəsini vurub aşağı endirmişdi. Başqa Sovet təyyarəsi gəlib vurulmuş təyyarə ekipajını xilas etmişdi. Qagarin həmin vaxt mühərrik üçün onlara su da gətirmişdi. Bu hadisə Yuri'nin ağlına dərin iz buraxmışdı. Sonra böyük qardaşı Berlindən evə qayıtdı. 1945-ci ildə Qagarinin ailəsi Kjatska köçdü. Taxtadan olan gözəl evlərini söküb, yeni yerdə onu qurdular. Yuri orada özünə uşaqlardan komanda yaratmışdı. Həmişə ədalətin, zəiflərin yanında olurdu. Müharibə vaxtı məktəb qapalı olduğu üçün 3-cü sinifə Qagarin 11 yaşında getdi. Çox gözəl oxuyurdu. Cəbhədən gələn keçmiş əskərlər onlara maraqlı dərs keçirdilər. Yuri idmana yazıldı. Məktəbdə təşkil edilmiş nəfəsli alətlərdən ibarət orkestrda çalırdı. 1949-cu ildə komsomol oldu. 1951-ci ildə Liberetsdə texniki peşə məktəbinə daxil oldu. O vaxtlar Sovet dövləti fəhlələrə, ustalara çox böyük ehtiyac duyurdu. Sonra usta olmaq üçün Yuri Saratovda texniki peşə məktəbinə getdi. Yuri'nin 16 yaşı vardı. Saratov Liberetsdən fərqlənirdi. O böyük və inkişaf etmiş şəhər idi. Saratovda kitabxana vardı. Yuri kitab oxumağı sevirdi. Sovet dövləti texniki peşə məktəbinin tələbələrinə yatmaq üçün yer, təqaüd və xüsusi forma verirdilər. Lakin Yuri dostları ilə birlikdə Varjadan yük daşıyaraq pul qazanırdı. 1953-cü ildə texniki peşə məktəbində imtahanları uğurla verən Yuri usta oldu. Həmin vaxt Yuri təyyarə kluba yazılmışdı. Paraşütdən tullanmağı öyrənirdi. Təyyarələri idarə etməyə başlamışdı. Təhsilini bitirdikdən sonra ona əskər getmək üçün vəsiqə gəldi. Yuri'nin 21 yaşı vardı. Onu Orenburg uçuş müəssisəsinə göndərdilər. Burada keçmiş təyyarəçilər tələbələrə dərs deyirdilər.
Təhsilində teoriya hissəsi əla gedirdi. Praktikada Yuri bacarıqsız idi. Təyyarəni endirməyi bacarmırdı. İkinci kursda onu məktəbdən ixtisar etmək istədilər. Yuri'nin keyfi pozulmuşdu. İnstruktor Yuri'yə anlayış göstərib onu öhdəçiliyə götürdü. Sən demə, Yuri'nin bacarıqsız olmasına səbəb 1,60 cm olan boyu imiş. O təyyarəni endirən zaman sahəni görmürmüş. Altına yastıq koyduktan sonra bu problem həll olundu. Yuri Gagarin artıq serjant idi. Rəqs gecələrinin birində Valentin adlı bir qızla tanış oldu. 1957-ci ildə imtahanları əla verib, zabit kostyumunu ilk dəfə toyunda geyindi. Təhsilini bitirdikdən sonra onu Şimali qarnizona xidmətə göndərdilər. Bir müddətdən sonra gənc xanımı da Yuri'nin yanına gəldi. Onların övladı oldu. Cütlüyə ev verdilər. 1960-cı ildə Şimali hərbi qarnizona mərkəzdən adamlar gəlmişdi. Onlar qırıcı təyyarəçilər arasında kosmonavt arayışında idilər. O zamanlar Sovetlər və Amerika Birləşmiş Ştatları arasında kosmos üzrə yarış gedirdi. Əlbəttə bu yarışda Sovet İttifaqı qələbə qazanmalı idi. Yuri Gagarin'i qırıcı təyyarəçilər içindən seçdilər və mərkəzə göndərdilər. Burada ondan başqa 12 insan da vardı və kosmonavtlar məşqlərə başladı. Məşqlər çox çətin idi. Kosmonavtlar həmişə əla fiziki formada olmalıydılar. Və bir müddətdən sonra Gagarin'i 12 nəfərin içindən seçdilər. Gagarin çox üzügülər bir insan idi. 1961-ci ilin aprelin 12-sində uçuş təşkil edildi. Gagarin məşhur o kəlməsini deyib göyə uçdu. Yuri Gagarin Vostok kosmik gəmisi ilə 1 saat 48 dəqiqə ərzində yer kürəsini dövrə vurdu və məşhur oldu. Kapsul ilə kosmonavt Saratov yaxınlığındakı tarlaya düşdü və kolxozçuların təəccübünə səbəb oldu. Artıq uçuş haqda radiodan xəbər vermişdilər. Yuri'ni tapıb kosmos mərkəzinə apardılar. Gagarin'ə mayor rütbəsi verdilər. Yuri Gagarin Moskvaya gəlib Sovetlər İttifaqının baş katibi Xruşovla avtomobillə küçələri gəzdi. İnsanlar küçələrə axışıb onu görmək arzusunda idilər. Bu Sovetlərin triumfu idi. Yuri Gagarin özünü necə aparmalı olduğunu bilmirdi, lakin gülüşü ilə insanların ürəklərini fəth etmişdi. Gagarin Polşa, Çexoslovakiya, İndiya, Yaponiya, Braziliya, Misirə səyahət etdi. Fransada ona avtomobil hədiyyə etdilər. İngiltərədə kraliçə ilə görüşdü. Onun qüsursuz davranışına ingilislər valeh olmuşdu. Yalnız çay zamanı Yuri Gagarin fincandan limonu çıxarıb yemişdi. Etiket qaydalarına bu uyğun değildi, lakin kraliçə də onun kimi fincandan limonu çıxarıb yedi. Kral ailəsinin qanunlarına görə kraliçə heç kimlə rəsm çəkdirə bilməzdi, lakin o Yuri Gagarinlə rəsm çəkdirdi və dedi ki, bu qayda yerdəki insanlara aiddir. Gagarin isə göydən gələn insandı. Gagarin çox tanınmış bir insan idi və ona məktub yazmış, tanımadığı insanlara yardım edirdi. Özü ilə çoxlu düymə gəzdirirdi, çünki görüşlərdən sonra o düyməsiz qalırdı. Kosmik proqramsa davam edirdi. Sovetlər Gagarin'i ölkənin simvolu kimi görürdü. General Yuri Gagarin müxtəlif dövlətlərə səyahətini davam etdirirdi. Lakin göylər onu çağırırdı. Rəhbərlikdən xahiş etdi ki, öz işinə qayıtsın. 1968-ci ilin martın 27-sində onun MiG
təyyarəsi ilə uçuşu vardı. 34 yaşı yeni tamam olmuşdu. İnstruktoru ilə birlikdə MiG təyyarəsi ilə uçdu. Lakin təyyarə geri dönmədi. Təyyarənin qalıqlarını meşədə tapdılar. Qaqarin əbədiyyətə qovuşdu. Yuri Qaqarin yer üzünə kosmik gəmidən baxan ilk şəxs idi və uçan zaman dediyi məşhur kəlmə ilə yaddaşlarda qaldı.